Son dövrlərdə bəzi tarixi abidələrin üzərində və ətrafında qanunsuz reklam afişalarının yerləşdirilməsi faktlarına rast gəlinir. Bu hallar həm abidələrin estetik görünüşünə, həm də mədəni irsimizə mənfi təsir göstərir. Ötən ilin statistikasına əsasən 24 minə yaxın qanunsuz reklamın yayımı dayandırılıb. Əsrlərin mirası, minillik tariximizin canlı şahidləri. Amma bugün onların daş divarları çiyinlərində tarixə zərbə vuranların yükünü də daşıyırlar. Söhbət tarixi binaların üzərinə vurulan reklam afişalarından gedir. Halbuki tarixi binaların fasadlarının tinlərində, memorial lövhələrə 1 metrdən yaxın məsafədə, memarlıq detallarında reklam lövhələrinin yerləşdirilməsinə icazə verilmir. Nazirlər Kabinetinin 499 sayılı qərarına əsasən tarixi binalarda bir obyekt yalnız bir fasad reklamı yerləşdirə bilər. Eyni zamanda memarlıq abidələrində kronşteyn panel qurğusunun yerləşdirilməsinə icazə verilmir. Eləcə də binanın fasadlarında reklamların bədii, dekorativ, eləcə də mətn təsvirlərinin çəkilməsi yolu ilə yerləşdirilməsi də qanunla qadağandır. Dövlət Reklam Agentliyi tərəfindən mütəmadi monitorinqlər aparılır və sonuncu monitorinqlərin nəticələrinə əsasən tarixi binalarda 156 obyektdə tələblərə cavab verməyən reklamlar aşkar edilib və həmin reklamların demontajları həyata keçirilsə də görünən odur ki, sahibkarlar öz əməllərindən hələ də əl çəkmirlər. Amma bir şey unudurlar ki, bu reklamlar tarixi binaların estetik görünüşünə zərər vurmaqla yanaşı, həm də bu isə təbii ki, abidələrin dağılması deməkdir və zərbə deməkdir. Hər dəfə bir şirkət dəyişdikcə onun reklamı da dəyişir. Avtomatik olaraq biri bir cür müdaxilə edir, digər başqa ölçüyə uyğun olaraq müdaxilə edir və hər bir tökülən, deşilən bu yerlər bizim abidəmizi korlaya bilər. Bu müdaxilələr bizim abidələrimizə konkret olaraq gələcək nəslə ötürməyimizə maneə deməkdir və problemlər yaşaya bilərik. Divarlarda yazı yazmayın, cərimə 600 manatdır. İnzibati Xətalar Məcəlləsində cərimələrin məbləği 10.000 manata qədər dəyişə bilir. Tarixin nəfəs aldığı, daşların danışdığı abidələrimizi qorumaq lazımdır. Tarix satış məntəqəsi deyil, tarix kimliyimizdir. Amma bir reallığı da unutmayaq ki, bəzi tarixi abidələrin obyekt kimi fəaliyyətləri təsdiq edilib və onların reklam yerləşdirmək icazələri var. Bunun üçün isə Dövlət Reklam Agentliyinə müraciət olunmalıdır. Qurumdan o da bildirildi ki, abidələrə reklamların yerləşdirilməsi ilə bağlı yeni təkliflərin müzakirəsi aparılır. Ayşən Cümşudova, Bağır Kərimov, ASTV Xəbər.